Eğer Tayland'da daha ileri geçseniz orada müxtəlif növ rahibləri olduğunu göreceksiniz. Onlar tanrıları değil, ruhların təsiri altına düşmüş insanları müalicə etməklə məşğul olurlar. Bunun üçün müxtəlif tay dilində dualar oxuyur, qaldırılmış bir kasa düyü və yemək çubukları ilə xüsusi ayinlər icra edirlər. Xristiyanlara geçseniz orada da tamamilə fərqli dini ayinlər icra edən keşişlərə rast gələcəksiniz. Onlar cin çıxarmaqla məşğul olurlar. Amma tanrıları və ya ruhları deyil, xüsusi dualarla insanı diz çöktürərək onun qarşısında xas tutaraq müqəddəs kitabdan ayələr oxuyaraq və üzərinə müqəddəs su səpərək ayin icra edirlər. Əgər müsəlmanlara baş çəksəniz, orada da öz peşəkarlarını tapacaqsınız. Onlar cin çıxarmaqla məşğuldurlar. Amma hər hansı başqa ruhu, tanrını və ya iblisi deyil. Onlar Qurandan ayələr oxuyur, xüsusi ayinlər həyata keçirir və insanın üzərinə öz suyu ilə səpir. Hər danın öz yanaşması var. Bəziləri pasiyentlərini döyməyə üstünlük verir, digərləri isə onların üzərinə oturur, hətta hər ikisini edənlər də var. Kimisi cinlərlə ünsiyyət quraraq onların adlarını və dinlərini soruşur. سيؤذن الحج على فتاح الله أكبر يزلزلك بالله أكبر يزلزلك انزل في الله أكبر. Əlbəttə, indi siz həyatınız boyunca eşitdiyiniz bu kimi hekayələri xatırlamağa başlayacaqsınız. Məsələn, bir keşişin 40 il övlad sahibi ola bilməyən qadından bəhs etdiyi hekayəni xatırlayacaqsınız. O qadın hansısa bir keşişin yanına gedəndən sonra cəmi bir neçə gün ərzində hamilə qalmışdı. Və ya bir şeyxin cin çıxartdığı zaman onun içindəki cinin yalnız həmin şeyxin bilə biləcəyi şəxsi məlumatları danışdığı hadisəni, yaxud da bir qəbirqazan adamın dəfn zamanı ölən şəxsin məzarda Quran oxuduğunu eşitdiyi hekayəni. Sonra mən Kaliforniyada New York'a qayıtdım. Yerlilərdən maraqlandım ki, New York'da ən geridə qalmış kimlərdir? Mənə dedilər ki, onlar ərəblərdir. Çünki onlar hələ də inanırlar ki, yer düzdür. Mən özümə dedim, baxaq görək, mən onları həll edə bilərəmmi? Əvvəlcə öyrəndim ki, onların başçısı kimdir? Onun adı Əlbaz idi. Mən ona telefonla zəng elədim. Əlbaz, mən gəlib səninlə görüşüb danışa bilərəmmi? Mən onun ləhcəsini bilirdim. O soruşdu, sən ərəbsən? Mən hə deyə cavab verdim. Mən hər dildən bir neçə kəlmə bilirəm. Alman, fransız, hərəsindən biraz. Sonra mən Əlbazdan soruşdum. Mən onunla görüşə bilərəmmi? O soruşdu, sənin atan haralıdır? Mən dedim, Livanlıdır. O dedi, məni görməyə gəl, yəni yanıma gəl. Mən onunla təklifdə görüşəndə o soruşdu, sən düşünürsən ki, yer kürədir? Mən cavab verdim ki, bəli. O ağzını marçıldatdı. Demək istəyirdi ki, yəni baxmaqlıqdır. Sonra o əlləri ilə belə göstərdi və barmağı ilə başını göstərdi. Mən olduğu kimi göstərirəm. Əgər yer kürədirsə, insanlar aşağı düşəcək, bura aşağı, bütün sular aşağı töküləcək. O məndən soruşdu, mənim dediklərimi başa düşürsən? Mən dedim, bəli. Sonra mən ona hava balonu verdim, onu özümlə gətirmişdim və onu tez yunla sürtdüm. Sonra onun ovucuna partlamış qarğıdalı tökdüm və ondan xahiş elədim ki, əlini şardan 20 santı aşağı tutsun. Bilirsinizmi, partlamış qarğıdalının başına nə gələcək? Elektrostatikaya görə qarğıdalılar şara yapışacaq. Buna elektrik statik deyilir. Qarğıdalıların balona yapışdığını görəndə onun ağzı açıla qaldı. O soruşdu, dünya maqnitdir? Mən dedim, hə. Sonra o yanındakiləri başa saldı. Onun fikrinin dəyişməsi üçün mənə saat yarım vaxt lazım gəldi. İnsanı məntiqlə başa sala bilməzsən. O burada işləmir. Onlara dəlillər lazımdır. Onun hesab etdiyi dəlil, mənim qəbul etdiyim dəlil deyil. Mən sizə deyəcəm ki, cənnət niyə yoxdur? Məsələn, sən dərzisən və ömrün boyu paltarla işləmsən. O isə ərzaq mağazasında işləyir və həmişə məhsul tədarükü ilə məşğuldur. Bəs cənnətdən nə edəcəksən? Ərzaq alacaqsan? Tutaq ki, o cənnətə düşdü. Vəssalam, o artıq ruhani varlığa çevrildi. Yəni, o ərzaq haqqında danışmır. Sən isə ütüdən bəhs etmirsən. Deməli, sən artıq özün deyilsən.
Cənnətdə bilməlisən ki, bu dərzi olur, bu qəssab, o biri isə təyyarəçi. Amma orada hamı bir-birinə Allah sizi qorusun, sizi görməyə şadam deyir. Hamı mehriban dolanır. İndi təsəvvür et ki, cənnətdə 12 min il yaşamısan. Unutma ki, oradakıların hamısı ölümsüzdür. Və kimsə sənə yaxınlaşıb deyir, təsəvvür edirsən, gəlinimin dünyada uşağı doğuldu. Sən isə deyirsən, nə olsun? Bu xəbəri hər gün min illərdir eşidirsən. Əgər dünyada 3000 il yaşanmış olsaydın və kimsə sənə, bax nişan üzüyüm desəydi, sən cavab verərdin. Get işinə məşğul ol. Mən bunu 100 dəfə görmüşəm. Artıq maraqlı deyil. İndi təsəvvür et, 12 min il yaşamısan və kimsə gəlib deyir, mən yeni maşın almışam. Sən isə, sənə nə olub? Bunun nəyinə maraqlı dinləyim? Bu adamla danışmağa heç nə yoxdur. Anladınmı? Bir uşaq deyir, mən şarj istəyirəm. Sən isə bunu artıq 40 min ildir eşidirsən. Cənnət dünyanın ən darıxdırıcı yeri olardı. Orada maraqlı heç nə olmazdı. Bəs əgər 40 min il, hətta 4 milyon il yaşasan, nə ilə məşğul olacaqsan? Allah əbədidir, sonsuzdur, əzəldən mövcuddur. Sizcə o hər insanın dualarını dinləyirmi? O deyir, mən artıq sizin nə istədiyinizi bilirəm. Mənim sizin dualarınıza ehtiyacım yoxdur. Üstəlik deyirlər ki, Allah hər şeyi bilir. O zaman onunla niyə danışmaq lazımdır? Mənim övladım xəstələnib, ona şəfa ver. Allah baxır və deyir, həqiqətən xəstədir, yaxşı kömək edərəm. Anam inanırdı ki, göydəki hər bir ulduz dünyada ölmüş bir insandır. Yəni hər bir ulduz dünyada vəfat etmiş bir insandır. Bax, körpü uçdu. Əgər mən desəydim ki, bu Allahın iradəsidir, mənə deyərdilər, dayan, boş-boş danışma. Sadəcə hesabı səhv etmirsən. Başa düşürsünüzmü? Burada Allahın iradəsi keçmir. Adi insanlar deyirlər, bu Allahın iradəsidir. Sən hardan bilirsən ki, onun iradəsi nədir? Onlar hamısı Allah haqqında hər şeyi bilirlər. Onun iradəsini, onun nə düşündüyünü. Bax, elə buna görə də insanlar tərəfindən yaradılmış tanrılar, onları yaradan insanlar qədər axmaqdırlar. Onlar cəza verirlər, tufanları yaradırlar. Mən artıq dedim, bu tanrı deyil, bu psixopatdan başqa bir şey deyil. Lakin onlar bunu anlamırlar. Yahudi tanrısı cəfəngiyatdır, katolik tanrısı da cəfəngiyatdır. Sübut edim, Roma papası Amerikaya gələndə Allahı göstərir. Amma Çinə gələndə başqa tərəfi göstərir. Çin dünyanın o biri tərəfindədir. Amma Braziliyada yenə həmin tərəfi göstərir. Başa düşürsünüzmü? Əvvəllər düşünürdülər ki, yer düzdür. Ona görə papa həmişə göyə işarə edirdi. Çünki o sərsəndir. Sadəcə insanlar onu dinləyirlər. Çünki başa düşmürlər ki, yer kürədir. Əgər təyyarə ilə düz uçsan, başladığın yerə qayıdacaqsan. Yerin kürə olmasının çoxlu dəlilləri var. Amma biz keçmiş fikirlə yaşayırıq. Məktəbdə bunları öyrətmirlər. İnsanları eyni tərzdə böyüdürlər. Çünki belə onları idarə etmək daha asandır. Müharibə baş verirsə hamını vətənpərvərə çevirirlər. Pentagon və ağıllı dünya ölkələr arasında ortaq dil tapmağa çalışmalıdır. Əksinə bir-birinə qırdırmamalıdır. Bu mənim fikrimcə ağıllı hərəkət olardı. Biz ağıllıyıq mı? Yox. Biz dəliyik mi? Xeyr. Biz şuursuzuq. Müdrik Yahudilər deyir, heç vaxt taleyindən şikayət etmə. Soruşdular niyə? Dostlarını kədərləndirərsən, düşmənlərini sevindirərsən, özünə isə kömək etməzsən. Əgər kimsənin boynuna minməsini istəmirsənsə, çox əyilmə. Əgər dişləyə bilmirsənsə, dişlərini göstərmə. Yaxşılığın qədrini ancaq pislik gələndə bilirlər. Dərzidən paltar tikməsini istəyirsənsə, əvvəlcə onun öz geyiminə bax. Pul olanda axmaq da ağıllı görünür. Kim istəyirsə, o seçmir. Uzun-uzad vəd etməkdənsə dərhal imtina etmək daha yaxşıdır. Əl verməyi dayandıranda ağız da tərifləməyi dayandırır. Alanda gülümsəyirlər, qaytaranda ağlayırlar. Boynuna boyunduruq keçirməyə imkan verməmək onu çıxarmaqdan asandır. İnək sağılırsa onu kəsməyə aparmazlar. Pulun yoxdursa tənbəllik etmə. Pulun varsa lovğalanma. Həyatda nəyisə dəyişmək lazımdır, dedi Yahudi və valyuta mübadiləsi məntəqəsi açdı. Əgər problem pulla həll olunursa, deməli bu problem deyil, xərclərdir. Dostundan canını qurtarmaq istəyirsənsə, ona borc ver. İnsanlar tez-tez onları ayağa qaldıranı unudub başına çıxırlar. Əgər pul, tip, oğurlanıb və ya itirilibsə, müdrik Yahudilər deyir, şükür Allahım ki, bunu pulla aldın. Qoyun hara getsə də hər yerdə yununu qırxacaqlar. Axmağın çıxa bilmədiyi yerə ağılla ümumiyyətlə girməz. Ki it sümük üstündə dalaşanda o pişiyə qalar. Ayaqqabının sıxdığını hamı bilmir. Yalnız onu geyən bilir. Özünü günahkar bilənə elə gəlir ki, hamı onun haqqında danışır. Paxıl kədərlənirsə, deməli ona pislik üz vermir.
gəlməyib, başqasına xoşbəxtlik gəlib.